Erik Segal, Bir Sevgi Tarixçəsi. Bakı Altın Kitab Nəşrlər Evi, 2018, 176 səhifə. İngilis dilindən tərcümə edəni Arif Əliyev. Redaktor Rafiq İsmailov. Texniki redaktor Rəşad Nəbiyev. Dizaynerlər Səbinə Vəzirova, Cild, Arzu Quliyeva. Səhifəliyən, korrektor Akşin Nəsimov. Altın Kitab Məhdud Məsuliyyətli Cəmiyyət, 2018, 1970, Erik Segal. Mənim cızmaqaralarımın mənasız olmadığına yəqin ki inanırsınız. Qay Valeri Katul, miladdan öncə 87-54-cü illərdə yaşamış Roma şairi. 1. Artıq həyatdan köçmüş 25 yaşlı bir qız haqqında nə demək olar? Deyə bilərəm ki, o gözəl idi, ağıllı idi. Mozartla baxın, vurğun idi. Beatles'i sevirdi, bir də məni. Yadımdadır, o yenə məni bu musiqiçilərlə eyni dəstəyə qatıb qatışdırdığı günlərdən birində soruşmuşdum ki, yaxşı, bəs sən bizi hansı ardıcıllıqla sevirsən? Gülə-gülə cavab vermişdi, əlifba sırası ilə. Onda mən də gülmüşdüm. Amma indi oturub fikirləşirəm, tapmağa çalışıram. Görəsən o məni bu siyahıya adımla daxil edirmiş, yoxsa soyadımla? Əgər adımı nəzərdə tuturmuşsa, mən siyahının lap axırına düşürəm. Mozartın dalınca sürünürəm. Yox, soyadımı götürürmüşsə, biraz irəliləmə imkanı qazanıram. Baxla Beatles'in arasına soxula bilirəm. İstənilən halda birinci olmamağım, bəzi axmaq səbəblər üzündən məni əməlli başlı əsəbləşdirir. Xüsusilə ona görə ki, həmişə, hər yerdə birinciliyə alışmışam. Yəqin irs əlamətdir. Nəsilliklə belə olmuşuq. Öyrənincə, sonuncu kursun payızında meylimi Redcliffe kitabxanasına salmışdım. Ona görə yox ki, pişiyyətə baxan kimi mən də buradakı qızların ayaqlarına baxmağa gəlirdim. Hərçənd nə gizlədim, imkan düşəndə əldən vermirdim. Amma ən əsası Redcliffe kitabxanası sakit bir yer idi. Burada hansısa tanış adama rast gəlib, onun çənəsinin altına düşmək təhlükəsi yox idi. Dərsliklərə olan tələbat isə bizim universitetin kitabxanasındakı qədər yüksək deyildi. Ertəsi gün növbəti tarix imtahanımı verməliydim. Harvard tələbələrinin səciyyəvi xəstəliklərindən biri də budur ki, onlar fən müəlliminin tapşırdığı kitabları son ana qədər əllərinə almırlar. Tələsmədən kitabxananın qeydiyyat bölməsinə yaxınlaşdım və məni sabahki biabırçılıqdan xilas edəcək dərsliyi istədim. Bölmədə piştaxtanın arxasında iki qız dayanmışdı. Biri tennisçiyə bənzər uzundıraz şey idi, digəri isə eynəkli sıçanı xatırladırdı. Mən dördgöz sıçanı seçdim. Orta əsrlərin tənəzzülü kitabınız varmı? O ötəri baxışla məni süzdü. Bəs sizin necə? Öz kitabxananız varmı? Bura baxın, Harvard tələbələrinə Redcliffe kitabxanasından istifadə etməyə icazə verilir, deyə azacıq əsəbləşdim. Söhbət məsələnin qanunu tərəfindən getmir, Preppi, deyə o dördgöz təhərini pozmadan cavab verdi. Preppi, İngiliscə Preppi, ali məktəblərə hazırlıq üzrə özəl kurslarda oxuyanlara istehza ilə verilən addır. Adətən belə kurslara varlı ailələrin uşaqları gedirlər. Bütün izahlar tərcüməçinindir. Mən etikadan danışıram. Harvardda sizin 5 milyon kitabınız var. Bizsə bir neçə min kitabın ümidinə qalmışıq. İlahi, sən bir bunun yekəxanalığına bax. Bəziləri hesab eləyirlər ki, Redcliffe'in qızlarının sayı Harvard'ın oğlanlarının sayından 5 dəfə azdırsa, deməli qızlar da burada 5 dəfə
bizdən ağıllı olmalıdırlar. Qızlar üçün humanitar Redcliffe Kolleci 1879-cu ildə, oğlanlar üçün Harvard Universiteti 1636 ilə eyni şəhərdə yaradılıb. 1963-cü ildə kolleclə universitet arasında başlanmış sıx əməkdaşlıq 1999-cu ildə bu ali məktəblərin birləşməsi ilə nəticələnib. Kollec universitetin nəzdində perspektiv tədqiqatlar üzrə Redcliffe İnstitutuna çevrilib. Görünür, bu qız həmin özündən müştəbihlər zümrəsindəndir. Adətən mən belələrinin buynuzunu dərhal sındırıram. Amma indi zəhrimara qalmış kitabsız keçinə bilməzdim. Qulaq as, bu lənətə gəlmiş kitab mənə çox lazımdır. Olmazmı ki, danışığına fikir verəsən, Preppi? Axı, niyə belə əminsən ki, mən özəl hazırlıq kurslarını bitirmişəm? O dəqiqə görünür ki, böyük ağıl sahibi deyilsən. Amma varlısan, deyə o eynəyini çıxartdı. Səhv edirsən, etiraz etdim. Əslində mən ağıllı və kasıbam. Oh, Preppi, yox, ağıllı və kasıb mənəm. İndi o dimdik üzümə baxırdı. Şabalıdı gözləri var idi. Yaxşı, mübahisə etməyəcəyəm. Bəlkə də varlı olduğum həqiqətən sifətimdə yazılıb. Amma heç kimin, hətta gözəl gözləri olan bir Redcliffe qızının da məni maymaq adlandırmasına dözmərəm. Bəs sən özünü niyə belə ağıllı hesab edirsən? Soruşdum. Çünki dünya dağılsa da sənin kimisi ilə qəhvə içməyə getmərəm. Bura bax, mənim səni heç ara dəvət eləmək fikrim yoxdur. Elə buna görə də deyirəm ki, axmaqsan. O cavab verdi. Sübut istəyirdin, bu da sübut. İcazənizlə, niyə bu ötkəm qızı qəhvə içməyə dəvət etdiyimi sizə başa salım. Ən gərgin məqamda uzaqgörənliklə geri çəkilməyim, yəni onu qəhvə içməyə aparmaq fikrinin çoxdan ağlıma gəldiyini deməyim, arzusunda olduğum kitabı əldə etmək imkanı verdi. Kitabxana bağlanana dək o iş yerini tərk edə bilməzdi. Deməli, mənim ixtiyarımda kifayət qədər vaxt qalırdı ki, kral hakimiyyətinin 11-ci əsrin sonlarında dinin təsirindən azad edilərək qanunla idarə olunmağa başlanması haqda bir neçə samballı cümlə yadda saxlayım. Nəticədə imtahanda A- aldım. Kitabxanaçı qız ilk dəfə püştaxtanın arxasından çıxanda, mən də onun ayaqlarına həmin qiyməti vermişdim. Amerika Birləşmiş Ştatları universitetlərində ən yüksək qiymətdir. Demək olmaz ki, onun libasını da eyni dərəcədə yüksək dəyərləndirmişdim. Məncə bu qız çox alabəzək geyinmişdi. Xüsusilə çiynindən asdığı qəribə çantasını bəyənməmişdim. Hindilərin çantasına bənziyirdi. Amma yaxşı ki, lağ etməmişdi. Çünki sonradan məlum olmuşdu ki, onu özü tikib. Biz yaxınlıqda yerləşən Cırtdan restoranına getdik. Restoranın adına baxmayaraq, buraya təkcə liliputları yox, hamını buraxırdılar. Mən 2 qəhvə və şokoladlı brownie ilə dondurma sifariş verdim. Onun üçün. Mən Jennifer Cavilleriyəm, deyə o özünü təqdim etdi. İtalyan əsilli Amerikalıyam. Güya özü deməsəydi, haralı olduğunu soyadından başa düşməyəcəkdim. Musiqi sahəsində ixtisaslaşıram, Jennifer əlavə elədi. Mənsə Oliverəm, cavab verdim. Bu sənin adındır, ya soyadın? O maraqlandı. Adımdır, dedim. Və soyadımı tam olmasa da söyləməli oldum. Oliver Barrett. Jennifer canlandı. Barrett tanınmış şairin soyadıdır. Elizabeth Barrett Browning 1806-1861-ci illərdə yaşamış məşhur İngilis şairidir. Deyə mızıldandım. Amma qohum deyilik. Araya sükut çöktü. Ürəyimdə sevindim ki, nə yaxşı Jennifer şairi yada saldı.
Başqaları kimi soyadımı eşidər-eşitməz Barrett Hallu xatırlamadı. Harvard Universitetinin ərazisində qədim bina. Bina 1859-1860-cı illərdə Barrettlər nəslinin nümayəndəsi tərəfindən tikdirilərək universitetə bağışlanıb. Harvardın həyətindəki bu nəhəng və yassar binanı tikdirib universitetə bağışlamış kişi ilə yaxın qohumluq əlaqəm olduğundan həmişə utanc hissi keçirmişəm. Barrett Hall mənim ailəmin ölçüyə sığmaz varidatını, şöhrətpərəstliyini və Harvardın xəstəliyini gözə soxan monumental abidədir. Jenny nəzakətlə susmaqda davam edirdi. Yəni bizim söhbət üçün mövzumuz belə tez bitmişdi. Bəlkə tanınmış şairə aidiyyatım olmamağı onu məyus eləmişdi. Nə baş vermişdi? Qız qarşımda oturub dinməzcə gülümsüyür və sifətimə baxırdı. Pərtliyimi gizlətmək üçün onun masanın üstünə qoyduğu dəftərləri götürüb vərəqləməyə başladım. Maraqlı xətti vardı. Balaca, iti uclu hərflərlə yazırdı. Böyük hərflərdən isə ümumiyyətlə istifadə eləmirdi. Nədir? Bu da özünü E.E. Cummings-in ardıcıllarından hesab eləyir. Edward Estlin Cummings 1894-1962-ci illər. Amerika şairi, yazıcı, rəssamı, dramaturgu, formalizmin nümayəndəsi. Deyilənlərə görə Cummings hətta öz adını belə kiçik hərflərlə yazırmış. Jenny'nin qeydlərini nəzərdən keçirir. Onun adları çox romantik səslənən kurslarının nədən ibarət olduğunu dərk edə bilmirdim. Nüq ədəb .105 Musiqi 150 Musiqi 201 Musiqi 201 bu nədir? Buraxılış ilində tələbələr üçün ixtisas kursunun adıdır. Jenny başı ilə təsdiqlədi və fəxrlə dedi. Renesans dövrünün polifoniyası. Bəs polifoniya nədir? Həyəcanlanma, Preppi. Onun seksə heç bir aidiyyəti yoxdur. Axı mən niyə bütün bunlara dözməliyəm? Nədir, bu qız heç Grimsonu oxumur? Mənim kim olduğumu bilmir? Grimson Harvard Universitetinin qəzetidir. Ey, sən bilirsənmi mən kiməm? Bilirəm. Onun səsində etinasızlıq duyulurdu. Sən Barrett Hall'un sahibisən. Yox, o mənim kim olduğumdan xəbərsizdir. Barrett Hall mənə məxsus deyil. Qızın səhvini düzəltdim. Mənim babamın böyük babası onu çoxdan Harvarda bağışlayıb. Ki, uzun illər sonra onun nəvəsinin kiçik nəvəsini həmin universitetə bəhbəhlə qəbul eləsinlər. Bu yerdə artıq mənim səbrim tükəndi. O bütün sədləri aşmışdı. Jenny, əgər sən mənim ağılsız, daxilimin boş olduğuna belə əminsənsə, nə üçün məni özünə qəhvə almağa məcbur edirdin? Dalıma düşüb buraya gəlirdin? O düz gözlərimin içinə baxıb güldü. Çünki zahirin xoşuma gəlib. Qalib gəlmək üçün uduzmağı da bacarmaq lazımdır. Burada heç bir ziddiyyət yoxdur. Məğlubiyyəti qələbəyə çevirmək bacarığı əsl Harvard tələbələrini başqalarından fərqləndirən mühüm keyfiyyətdir. Çox ağır qələbə oldu, Barrett. Amma siz fışqırıq oynadınız. Çox şadam ki, uşaqlar, axırda istədiyinizə nail ola bildiniz. Sizə bu qələbə hava su kimi lazım idi. Azarkeşlərdən dəfələrlə eşitdiyim bu sözləri xatırlaya düşünürdüm ki, əlbəttə tam və qəti qələbə yaxşı şeydir. Bununla belə son anda vurulmuş qolla oyunu udmaq şansı varsa, mən ikincini seçərdim. Odur ki, Jenny-ni evə ötürəndə bu özündən razı Redcliffe gözəlçəsi üzərində axırıncı zərbə ilə qələbə çalmaq ümidimi itirməmişdim. Bura bax, Redcliffe gözəlçəsi,
Cümə günü axşam Dartmouthda hokkey oynanacağı. Nə olsun? Olsun ki, istəyirəm sən də gələsən. Jenny'nin cavabı Redcliffe qızlarının idmana münasibətini tam dolğunluğu ilə əks etdirirdi. Niyə avara bir oyuna görə durub buradan Dartmouth'a yol ölçməliyəm? Güya saymaz yana dedim. Çünki mən oynayacağam. Araya sükut çöktü. Nəfəsimi qısıb cavab gözləyirdim. Mənə elə gəlirdi ki, yerə düşən qarın da səsini eşidirəm. Hansı komandada? Nəhayət, Jenny dilləndi.